Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulina Muhammedin ve alihi ve sahbihi ecma'in amma ba'd. Möhtərəm qardaşlar, bugünkü mövzumuz zəlzələ və müsibətlərə qarşı səbr etmək barəsində olacaqdır. Bu dünya bizim nəzərimizdə çox böyük və sonsuz görünsə də, halbuki Allah Taala'nın qüdrəti qarşısında bir zərrə belə deyil. Gözünü açanda bir bax, yəni bir zəlzələ, bir qasırğa, bir sel fəlakəti dünya və içindəkilərini nə hala gətirir? Allah Taala Quran-ı Kərimdə Bəqərə surəsinin 155-ci ayəsində belə buyurmaqdadır. وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Əlbəttə ki, biz sizi biraz qorxu, biraz acılıq, biraz da mal, can, övlad və məhsul qıtlığı ilə imtihan edərik. Ey Rəsulüm, belə imtihanlara səbr edən şəxslərə müjdə ver. Bəzən peyğəmbərlər belə günahsız olmalarına baxmayaraq çox böyük imtihanlarla üz-üzə gəlirlər. Əyyub əleyhissalam, Allah Taala ilk öncə sel ilə qoyunlarını, sonra külək ilə əkinlərini, sonra da zəlzələ ilə övladlarını əlindən aldı. Hələ üstəlik özünə də ağır bir xəstəlik verdi. Əyyub əleyhissalam bu fəlakətlər qarşısında şikayət etmədi. Öz sakitliyini qorudu, sükunətini qorudu. Onun bu səbri və təslimiyyətinə görə Allah Taala onu bu sıxıntısını yox etdi. Ailəsini və mal dövlətini bir misli ilə ona geri verdi. Qulun Allah Taala yanında bir yeri var ki, ona ibadətlə çata bilinməz. O yerə çatıncaya qədər də Allah Taala onun xoşuna gəlməyən işlərə verər. Bir hadisdə belə buyurulur. Allah Taala bir quluna bir müsibət ya da daha artığını vermişsə, bu müsibət səbəbilə bağışlayacağı günahı və yenə də bu müsibət səbəbilə çatacağı bir dərəcəni vermək üçün bunu etmişdir. Digər tərəfdən vaxt aşırı olan zəlzələlər, yanğınlar, müharibələr, xəstəliklər, quraqlıqlar və bunların əksi olan rəhmət və bərəkətlər qullara görə dəyişir. Əgər qulların çoxsu haqq yoldadırsa, yağışlar bərəkət və rəhmət olaraq iner. Gələn müsibətlər xüsusunda tədbirlə davranmaq, tədbir görməyə diqqət etmək də lazımdır. Bütün tədbirləri aldıqdan sonra Allah-u Teala'ya təvəkkül edilməlidir. Quru boş təvəkkül olmaz. Ömər radiyallahu anhu yıxılmaq üzrə olan bir divarın yanından keçərkən tələsik qaçarcasına keçdi. Yanında olanlar, ey möminlərin əmiri, Allahın qədərinə mi qaçırsan? Ömər radiyallahu anh, Allahın bir qədərindən digər qədərinə sığınıram, dedi. Bəziləri də müsibətlər qarşısında belə deyirlər. Evlər sağlam olsaydı, bu bəla başımıza gəlməzdi. Amma Allah Taala təqdir edərsə, tədbirlərimiz də yox olar. Tədbirlə hərəkət etməliyik, amma unutmamalıyıq ki, tədbir bəzən təqdirə baxmayaraq bir nəticə verməz. Quranda adı keçən Səmud qövmü, özlərindən əvvəl isyanları səbəbilə əzaba düçar olan Ad qövmünün həlakını Allah Taala'nın əzabından başqa bir səbəbə bağladılar. Ad qövmü sağlam binalar etmədiyi üçün həlak oldular. Çünki onlar evlərini qumlar üzərində qurmuşdu. Biz isə sağlam qayalar üzərində etdik. Gələn fırtınalardan da hər hansı bizə bir zərər görmərək dedilər. Və yüksək yerlilərə qayaları oymaq surəti ilə özlərinə ustaca bir evlər tikmişdilər. Şiddətli bir sayhə, yəni səs onları məhv etdi, həlak etdi. Allah Taala Quran-ı Kərimdə buyurur, zülm edənləri qorxunc, tükürbədici bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. Yəni bir göz qırpımında həlak oldular. Belə hadisələrin baş verdiyi zamanda digər vaxtlarda olduğundan daha çox Allah Taala'ya sığınmaq və istiğfarı dildən düşürməmək lazımdır. Allah Taala ayətdə buyurur, halbuki sən onların arasında ola-ola, Allah sənə hörmət əlaməti olaraq onlara əzab verən deyildir. Tövbə edib bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz. İstiğfarla birlikdə bəlanın yox olması və xeyirlərin gəlməsi üçün namazlara son dərəcə diqqət yetirməyimiz və bol-bol dualar etməyimiz lazımdır.
Necə ki Allah Teala Quran-ı Kərimdə buyurur: "Ya eyyuhellezine amenusta'inu bis-sabri was-salah innallaha ma'as-sabirin." Ey iman gətirənlər, səbir və dua ilə, namazla Allahdan kömək diləyin. Çünki Allah səbr edənlərlədir, onların dostudur. Değerli kardeşlerimiz, Allah Teala müminleri birbirine kardeş etmiştir. Peygamberimiz sallallahu aleyhi ve sellem de mümin kardeşinin derdine derdenmeyen bizden değildir buyurmuştur. Yine Peygamberimiz sallallahu aleyhi ve sellem müminler birbirini sevmekte, merhamet etmekte ve korumakta bir bedene benzerler. Bedenin bir üzvü xəstə olduqda diğer üzvlər də bu səbəblə yuxusuzluğa və qızdırmaya tutularlar buyurmaqdadır. Buxarıda keçən bir hədisdə. Bu səbəbdən möminlər olaraq bir-birimizi fərqli məkanlarda olsaq da tək ürək halında yaşayan bir bədən üzvləri kimi dərk etməliyik. Bir üzvün ağrısını bütün bir bədən hiss etdiyi kimi din qardaşımızın istirabını duymaq, onların dərdli ilə dərdlənmək hamımız üçün bir vicdan imtihanıdır. Qəribələrə, kimsəsizlərə və xüsusilə də zəlzələ qardaşlarımıza əlimizdən gələn bütün kömək edərək onların xeyir dualarını almağa səy göstərməliyik. Fəlakət bölgələrindəki qardaşlarımız üçün dualarımızı əskik etməməliyik. Unutmayaq ki, din qardaşlığı əsas belə çətin günlərdə müəyyən olar. Bunu da unutmayaq ki, biz o fəlakət bölgəsində ola bilərdik. O qardaşlarımız bizim yerimizdə də ola bilərdilər. Allah Teala dağıntı altında olan can verən qardaşlarımıza şəhidlik, yaralı qardaşlarımıza da qazilik əcrini lütf etsin. Ümməti hər cür bəla, müsibət, əzab və qəzəbindən qorusun. Qəlblərimizə əminlik və sükunət bəxş etsin. Amin. Velhamdülillahi Rabbil